Ötən gecə Goranboyda baş verən ağır qəza zamanı həyatını itirən 2 nəfərin kimliyi məlum olub. Doğru Xəbər Azərbaycan məlumat verir ki, hadisədə 2004-cü il təvəllüdlü Akşin İbrahimov və 2003-cü il təvəllüdlü Xəyyam Ələkbərov vəfat edib. Qeyd edək ki, ötən gecə Goranboyda Qızılacılı yolunda Vaz 2107 Mercedes və daha bir minik maşını toqquşub. Bakıda ölümlə nəticələnən ağır qəza olub. Hadisə dünən saat 7 radələrində Sabunçu qəsəbəsi şəhər şosesində qeydə alınıb. 1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiqoğlu idarə etdiyi Mercedes Y200 markalı avtomobillə Red Oil yanacaq doldurma məntəqəsinin yanında üzü şəhər istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Nağıyeva Mehriban Bəşir qızını vurub. Nəticədə 1966-cı il təvəllüdlü qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Baş vermiş ölüm faktı ilə bağlı Sabunçu rayon polis idarəsində cinayət işi başlanaraq istintaq aparılır. İsmayılıda göldə boğulan bacı qardaşın meyitləri ailələrinə təhvil verilib. Rayonun Minkə kəndində baş vermiş hadisədə həyatını itirən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşənoğlu'nun meyitləri tullantılar üçün qazılan su quyusundan çıxarılıb. Meyitlərə müvafiq baxış keçirildikdən sonra ailələrinə təhvil verilibdir. Baş vermiş faktla bağlı araşdırma aparılır. Gəncədə idarə etməni itirən sürücü Mercedes markalı avtomobili ağaca çırpıb. Hadisə şəhərin Nərman Nərmanov prospektində qeydə alınıb. İlkin məlumata görə qəza zamanı Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Yusif Sadıqov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.